Dərəlezlərdən çox qırılanlar oldu. Elə ailə oldu ki, bütün tamam ailəsi Xocalıda qırıldı. Qaçay, Rəhman Dadaşov vardı, çox ağsaqqal adamıdır. Onun övladları Xocalıda məskunlaşmışlar. Çoxdan gəlmişlər onlar. Onun ailələri isə demək olar ki, oğlanları, qızları, gəlini orada şəhid oldular. Belə oğlanlarımız, belə igidlərimiz bugün də var. Bugün də Azərbaycanın bütövlüyü uğrunda Dərəlezdə qayıtmaq eşqi ilə, amalı ilə yenə də yaşayırlar və döyüşürlər. Hal-hazırda bütün döyüş bölgələrində Dərəlezlərdən yüzlərlə, minlərlə cavanların adını çəkmək olar. Oradan çıxmamaq olardı mı Dərəlezdən sonra hadisələr vaxtı? Burada nə idi cəmaat? Ona qarşı bir müqavimət göstərənlərimiz vardı mı? Bəli, Dərəlezdə kişilərlə bərabər qadınlarımız da müqavimət göstərirdilər. Biz özümüz 1988-ci ildə ki, o hadisələr qarşılıq oldu, Cermuk şəhərində, yəni Köhnə İstisuda mitinglər başladı. Ermənilər Qarabağ bizimdir deyə küçələrə çıxdılar. Hətta bizim məktəbin də müzədələr üstünə hücuma gəldilər. Bizim məktəbimizdə qeyrətli müəllimlərimiz, qeyrətli qadınlarımız hamısı toplaşmışdılar. Ənvər Gəncimaliyev, Nazənin Gənciməliyeva, demək, mənim özüm, hamımız oradaydıq. Bu da ki, ermənilər gəlib Qarabağ bizimdir deyə uşaqlar da ayağa qaldırırlar. Öz məktəblərini də ayağa qaldırırlar. Və onlara layiqli cavabı Nazənin Gənciməliyeva verdi. Həcər qeyrətli, Balaxanım qeyrətli. Demək, Nazəni Dərəlezin qadınlarının qəhrəmanlıq timsalı oldu. Və onun başına ermənilər qiymət qoymuşlar. Onu öldürmək istəyirdilər və öldürə bilmədilər. Buna nail olmadı. Çünki onların qeyrəti çatmalıdır. Çünki onların içində Nazənin qədər qeyrətli kişilər də yox idi. Ola bilməzdi. Nazənin ayının arxasında el dururdu. Əsrlərlə erməni xalqı həmişə Azərbaycan xalqının düşməni olub, dönə-dönə onlara soyqırımı törədib, genosid törədib.